Salam. Yəqin siz də fikir vermisiniz, insanlar tək olanda tamam başqa cürdülər, amma bir yerə yığışanda, məsələn, bir qrupa qoşulanda, sanki başqa adama çevrilirlər. Hə, elədir. Sanki içimizdə nəsə bir dəyişiklik baş verir, bir çevrilmə. Bəli, bugün elə bu mövzunu araşdıracağıq. Əlimizdə də çox güclü bir mənbə var. Sigmund Freudun o məşhur kütlə psixologiyası əsəri. Biz Kəmran Şipalın türkçə tərcüməsindən istifadə edəcəyik. Görək Freud bu dəyişikliyin, bu çevrilmənin kökündə nə görür? Elədir. Məqsədimiz də odur ki, Freuda görə kütləni bir arada tutan o qüvvə nədir? O yapışqan nədir? Fərdi niyə qrup içində bu qədər fərqli olur? Bax, bu suallara cavab axtaracağıq. Həm də o libido, identifikasiya, mən idealı kimi anlayışlar var, onların da bu məsələdə rolunu anlamağa çalışacaq. Bəli, çalışacaq ki, bu quru bir nəzəriyyə olmasın, Freudun fikirlərini, yəni daha aydın, daha həyati şəkildə müzakirə edək. Əla, başlayaq o zaman. Ən fundamental sual budur. Bir qrupa, kütləyə qoşulmaq, insanın düşüncəsini, hissini, davranışını niyə belə kəskin dəyişdirir? Freud də məsələyə Gustave Le Bon'un fikirlərini xatırlatmaqla başlayır. Nə demişdi Le Bon? Hə, Le Bon 19-cu əsrin sonlarında, yəni kütlə hadisəsini çox yaxından müşahidə eləmişdi. O deyirdi ki, fərdlər kütləyə qarışanda tək başına heç vaxt etməyəcəkləri, hətta düşünməyəcəkləri şeylər edirlər. Sanki bir kollektiv ruh yaranır, eləmi? Bəli, məhz elə. Bir kollektiv ruh. Şuurlu şəxsiyyət, necə deyim, arxa plana keçir. Onun yerini Le Bon'un irgi ruh dediyi bir şuursuzluq alır. Amma Freud burada bir qeyd edir ki, Le Bon'un bu irgi ruh anlayışı psixoanalizdəki fərdi şuursuzluqdan biraz fərqlidir. Le Bon daha çox bir millətin ortaq dərin xüsusiyyətlərini nəzərdə tuturdu. Yəni, fərd kütlədə öz mənini itirir, anonimləşir. Bəs bu kollektiv ruhun xüsusiyyətləri nə idi Le Bon'a görə? İnsanlar necə dəyişirdi konkret olaraq? Le Bon bir neçə əsas məqamı vurğulayır. Birincisi, fərd özünü qəribə bir şəkildə çox güclü hiss edir. Yenilməz. Çünki kütlə içində anonimdir, fərdi məsuliyyət hissi itir. Hə, hamı edirsə deməli mən də edə bilərəm kimi bir hiss. Tamamilə. İkincisi, təlqinə çox açıq olur. Başqalarının fikirləri, emosiyaları asanlıqla ona yoluxur. Le Bon buna emosional sirayət deyirdi. Üçüncüsü də ən maraqlısı bəlkə də, Le Bon deyir ki, fərd sanki mədəniyyət pilləkənində bir neçə pillə geriyə düşür. Geriyə? Necə yəni? Yəni, daha primitivləşir, instinktləri ilə hərəkət edir, impulsiv olur, əsəbi olur, hətta şiddətə meyilli olur. Sanki uşaqlara və ya ibtidai insanlara bənzəyir. Hissləri də çox mübaliğəli olur. Məsələn, kiçik bir şübhə dərhal dəmir bir qətiyyətə çevrilir. Tənqidi düşüncə demək olar ki, yox olur. Primitivləşmə. Bu çox ciddi bir iddiadır. Amma məncə Le Bon özü də bir qəribəlik, bir ziddiyyət görmüşdü. Elə deyilmi? Kütlələr həm çox pis şeylər edə bilir, həm də... Hə, tamamilə doğru. Bax, elə bu, Freudu da düşündürən əsas məqamlardan biridir. Le Bon görür ki, kütlə bir tərəfdən çox alçaq, dağıdıcı hərəkətlər edə bilir, amma digər tərəfdən insanları böyük qəhrəmanlığa, fədakarlığa da sövq edə bilir. Şəxsi marağını unudub, hansısa ideal uğrunda özünü qurban verməyə hazır olur insanlar. Bax, burada məsələ çox maraqlılaşır. Necə olur bu? Məhz, Le Bon bunu təsvir edir. Amma niyə belə olduğunun tam izahını verə bilmir. Freuda görə Le Bon'un dedikləri əla təsvirdir. Amma səbəb deyil. Əsl izah başqa yerdədir. Yeri gəlmişkən McDougall kimi başqaları da var idi, onlar da emosional yoluxmanı filan vurğuluyurdular, amma daha çox nizamlı, təşkilatlanmış qruplara baxırdılar. Aydındır. Deməli, Le Bon və digərləri nə baş veriri göstərir, amma Freud niyə baş verir sualının dərinliyinə gedir. Onun əsas argumenti nədir? O əsl qüvvə nədir ki, kütləni bir arada saxlayır? Təlqin deyilsə, nədir? Freuda görə təlqin sadəcə bir nəticədir, səbəb deyil. İşin əsli, kütləni bir arada saxlayan o yapışqan, o enerji əslində libidodur. İndi burada diqqətli olaq. Libido deyəldə çox vaxt ağla ancaq cinsəllik gəlir. Hə, elədir. Amma Freud bunu çox daha geniş mənada işlədir. Bu, ümumiyyətlə sevgi instinktlərinin enerjisidir. Bura cinsi sevgi də daxildir əlbəttə.
Amma həm də özünə sevgi, valideyn-övlad məhəbbəti, dostluq, insanlara qarşı ümumi bir yaxınlıq hissi, hətta, necə deyim, mücərrəd ideyalara, prinsiplərə olan bağlılıq, bütün bunlar libidinal enerjinin təzahürləridir. Erosdur yəni. Həyatda hər cür birləşməni, bağlılığı yaradan əsas qüvvə. Deməli, kütləni bir arada saxlayan bağlar əslində sevgi bağlarıdır. Bu, həqiqətən fərqli bir baxışdır. Bəs bu libidinal bağlar kütlədə konkret necə işləyir? Freud bunu necə göstərir? Nümunələri varmı? Var əlbəttə. O, iki klassik, amma çox strukturlaşmış süni kütləni analiz edir. Kilsə və ordu. Niyə məhz bunlar? Çünki Freydə görə bu strukturlarda o libidinal bağların mexanizmi çox aydın görünür. Maraqlıdır. Bəs nədir o mexanizm? Hər ikisində də əsas bir şey var. Hər bir üzvün bir liderə bağlı olması. Kilsədə İsa'ya, orduda baş komandana. Və çox vacib bir element də odur ki, hər kəsdə belə bir inanc, hətta bir illüziya var ki, bu lider bütün üzvləri ayrı seçkilik etmədən eyni dərəcədə sevir. Bərabər sevgi illüziyası. Bunun nəticəsi nə olur bəs? Bu insanları necə birləşdirir? Bax, nəticəsi odur ki, bu ortaq sevgi obyekti, yəni lider vasitəsilə üzvlər bir-birləri ilə eyniləşməyə başlayırlar. Yəni, identifikasiya edirlər. Eyniləşirlər, yəni. Yəni, bir-birlərini özləri kimi görməyə başlayırlar. Kilsədə Məsihdə qardaş olurlar, orduda silahdaş. Fikir verin, iki cür bağ yaranır, hər kəsin lideri olan şaquli, yuxarıya doğru bağ və bu ortaq bağdan doğan üzvlərin bir-birinə olan üfüqü yan-yana bağ. Amma Freydə görə lider olan o şaquli bağ daha birincildir, daha fundamentaldır. Məntiqli səslənir. Əgər liderə inam itərsə, yəqin o üfüqi bağlar da zəifləyər. Bəs panika məsələsi, kütlənin dağılması, panika, adətən düşünürük ki, qorxu panika yaradır. Freud deyəsən tərsinə düşünür. Bu necə ola bilər axı? Bəli. Bu Freudin ən kəskin, ən gözlənilməz, necə deyim, əks-intuitiv fikirlərindən biridir. O deyir ki, kütlədə panika yarananda bu böyük qorxunun səbəbi deyil. Əksinə, bu kütləni bir arada saxlayan o libidinal bağların, xüsusilə də liderlə olan o əsas bağın qırılmasının nəticəsidir. Necə yəni nəticəsi? Yəni, o bağlar qırılan kimi fərd özünü birdən-birə tək, tənha, müdafiəsiz hiss edir. Bax, məhz bu tərk edilmişlik, bu bağsız qalma hissi dözülməz bir qorxuya, panikaya səbəb olur. Deməli, əsas məsələ qorxunun özü deyil, əsas məsələ bağların itirilməsidir. Qorxu o itkinin nəticəsidir. Vay, bu həqiqətən də hər şeyi tərsinə çevirir. Deməli, o emosional bağlar insanlara hətta böyük təhlükələr qarşısında belə bir arada nisbətən sakit saxlaya bilir, amma bağlar qırılan kimi hər şey çökür. Çox maraqlıdır. Bəs dini dözümsüzlük, qruplararası düşmənçilik, Freud bunu necə əlaqələndirir bu sevgi bağları ilə? Freud bunu da eləməz o libidinal bağlarla izah edir. Deyir ki, qrup içindəki o güclü sevgi, o həmrəylik bağlarının bir də əks tərəfi var. Bu sevgi dairəsindən kənarda qalanlara qarşı bir aqressiya, bir düşmənçilik yaranır. Sanki qrup daxilindəki sevgi enerjisi çölə yönələndə nifrətə çevrilir. Qrup sevgisi nə qədər sıx, nə qədər ekskluziv olarsa, kənarda qalanlara qarşı dözümsüzlük də bir o qədər arta bilər. Deyirik, amma... Tam elədir. İdentifikasiya, ən bəsit şəkildə desək, başqası kimi olmaq istəyidir. Onun hansısa bir xüsusiyyətini, bir davranışını götürüb özününküləşdirməkdir. Məsələn, bir parçasını öz məninə daxil etməkdir. Bu, kiməsə sahib olmaq istəyi olan obyekt seçimindən fərqlidir. Fərqi nədir tam olaraq? Fərqi odur ki, obyekt seçimində sən o insanı istəyirsən, ona sahib olmaq istəyirsən. İdentifikasiyada isə sən onun kimi olmaq istəyirsən. Freud klassik Edip kompleksinin nümunəsini verir. Oğlan uşağı atasına həm rəqibdir anasına görə, amma eyni zamanda onun kimi güclü, qüdrətli olmaq istəyir. Onunla identifikasiya edir. Yaxud başqa bir misal tutalım ki, sevdiyin bir insanı itirirsən, bəzən onun xüsusiyyətlərini, vərdişlərini özündə yaşatmağa başlayırsan. Bu da bir identifikasiya formasıdır. Kütlədə də insanlar bir-biri ilə məhz bu mexanizmlə qardaşlaşır, eyniləşir. Başa düşdüm. Bəs aşıq olmaq,
Bu axı çox fərdi, iki nəfərlik bir şeydir. Bunun kütlə psixologiyasıyla nə əlaqəsi var? İlk baxışdan elə görünür. Amma Freud ehtiraslı sevgini, yəni o dəlicəsinə aşiq olmaq vəziyyətini analiz edəndə kütlə ilə çox maraqlı paralellər tapır. Aşiq olanda nə baş verir? Nə baş verir? Sevgi obyekti, yəni sevdiyimiz insan hədsiz dərəcədə ideallaşdırılır. Sanki bütün qüsurlar yox olur, biz onları görmürük, tənqidi düşüncəmiz o insana qarşı demək olar ki, işləmir. Hə, gözümüz kör olur deyirlər elə bil. Elədir, elədir. Freuda görə bu zaman həmin o sevgi obyekti bizim mən idealımızın yerini tutur. Mən idealı nədir? Bu bizim özümüz üçün qoyduğumuz yüksək standartlardır. Olmaq istədiyimiz o ideal obrazdır. Bizim daxili vicdanımız, rol modelimiz kimi bir şeydir. Aşiq olanda bax bu idealın yerinə sevdiyimiz insan keçir. Nəticədə nə olur? Bizim real mənimiz zəifləyir, sanki əhəmiyyətini itirir. Özünü o obyektə təslim edir, onun üçün hər şeyə hazır olur. Bax, bu mexanizm obyektin ideallaşdırılması və onun mən idealının yerini tutması kütlə üzvünün lideri olan münasibətinə çox-çox bənzəyir. Maqarasında ciddi oxşarlıqlar görür. Hər ikisində nə var? İtaət var. Tənqidin yox olması var. Obyektə, yəni hipnozçuya və ya sevilən insana tam bir təslimiyyət var. Amma çox mühüm bir fərq də var. Hipnozda bu bağlılıq yalnız məqsədi əngəllənmiş libidinal bağlara əsaslanır. Yəni, birbaşa cinsi istəkdən tamamilə arınmış bir bağlılıqdır. Aha, yəni sırf psixoloji bir təsir, fiziki cazibə olmadan. Bəli. Və eyni ilə aşiq olunan obyekt kimi, hipnozçu da hipnoz edilən şəxsin mən idealının yerini tutur. Hətta Freud daha da irəli gedir, deyir ki, hipnoz əslində ikilik bir kütlədir. Yəni, hipnozçu liderdir, hipnoz edilən isə bircə nəfərdən ibarət kütlə üzvüdür. Hipnoz, kütlə fenomeninin ən saf, ən təməl formasını göstərir bizə. Çox maraqlı paralellərdir həqiqətən. Deməli, Freud bu üç mexanizmi identifikasiya, aşiq olmaqdakı o ideallaşdırma və mən idealının yerini dəyişməsi, bir də hipnozdakı təslimiyyat bunları birləşdirərək kütlənin necə formalaşdığını izah edir. Yekun nəticə nə olur onda? Necə yaranır kütlə? Bəli, Freud bunları sintez edir. Nəticə budur ki, kütlənin formalaşması üçün iki əsas psixoloji proses eyni anda baş verməlidir. Birincisi, hər bir fərd, lideri və ya bir ideyanı, fərqi yoxdur, öz mən idealının yerinə qoyur. Bu, liderə qarşı aşiq olmaqdakı və hipnozdakı kimi tənqidsiz bir qəbul, bir təslimiyyət yaradır. Və ikincisi, anlaşıldı, çox aydın oldu indi. Amma Freud bununla da kifayətlənmir axı. Daha dərinə gedir. Hətta bəşəriyyətin ilk çağlarına qədər gedib çıxır. Məsələn, bəzi nəzəriyyəçilər sürü instinkti deyirlər. Freud buna necə baxır? Həqiqətənmi bizdə belə bir instinkt var? Və o məşhur fikir, uşaq otağındakı qısqanclıqlar cəmiyyəti formalaşdırır. Gəlin bunu biraz açaq. Hə, sürü instinkti məsələsi. Freud bununla heç razılaşmır. O düşünmür ki, insanlarda anadan gəlmə, belə deyək, birincil bir sürüdə yaşamaq instinkti var. O, bunun kökünü yeni də ailədə, daha dəqiq desək, uşaqların öz aralarındakı münasibətdə, bacı-qardaş rəqabətində görür. Necə yəni? Rəqabət necə birlik yarada bilər ki? Baxın, uşaqlar valideyn sevgisi üçün rəqabət aparır, elə deyilmi? Hər biri o sevgini tək başına istəyir. Amma tez başa düşürlər ki, bu mümkün deyil. Heç kim o sevgini tam, ekskluziv qazana bilməz. Bu rəqabət, bu qısqanclıq sonda qəribə bir nəticəyə gətirib çıxarır. Bir növ barışığa, bir ədalət tələbinə. Sanki deyirlər, yaxşı, əgər mən ən sevimli ola bilmirəmsə, onda heç kim olmasın, gəlin hamımız bərabər olaq. Çox maraqlıdır. Ya hamı, ya heç kim prinsipi kimi. Elədir. Bax bu, Freydə görə reaksiya formalaşması yolu ilə yaranan bərabərlik tələbi və qrup identifikasiyasıdır. Bu sonradan cəmiyyətdəki sosial ədalət hissinin, qrup həmrəyliyinin psixoloji təməlini qoyur. Yəni, bəli, Freyd üçün uşaq otağı, oradakı dinamika, böyük cəmiyyətin kiçik bir prototipidir. Uşaq otağından cəmiyyətə. Bu həqiqətən çox orijinal bir baxışdır. Bəs o daha da dərinə gedən, o məşhur ilkin orada konsepsiyası. O nədir və kütlə ilə nə əlaqəsi var? Bu biraz mifik səslənir. Hə, bu Freydin, Darwinin fikirlərindən də təsirlənərək irəli sürdüyü çox cəsarətli bir fərziyyədir, hipotezdir. O təsəvvür edir ki, ilk insan qrupları, belə deyək, ilkin orada,
orada sürü, qəbilə mənasında, şəklində olub. Bu ordanın başında çox güclü, qısqanc bir ata durur. Bütün qadınlar onundur, oğullarını isə həm qoruyur, həm də onlara hökmranlıq edir, onları rəqabətdən kənar tutur. Və oğulların münasibəti necədir bu ataya? Çox mürəkkəb. Oğullar həm ataya heyranlıq duyur onun gücünə, qüdrətinə, həm ondan dəhşətli dərəcədə qorxurlar, həm də ona nifrət edirlər, qoyduğu qadağalara, sahibləndiyi qadınlara görə. Freydə görə kütləyə qoşulan fərddə gördüyümüz o reqressiya, yəni daha primitiv düşüncə və davranışlara qayıdış, məhz şuursuz şəkildə bu ilkin orda vəziyyətinin, o ata-oğul münasibətlərinin təkrarıdır. Kütlənin lideri isə fərdlərin şuuru altında məhz o həm qorxulan, həm də heyran olunan ilkin atanın yerinə keçir. Deməli, qruplara qoşulanda hiss etdiyimiz o qəribə, bəzən hətta qorxulu bağlılıq, liderə qarşı o kör-köranə itaət hissi əslində insan psixikasının çox dərin qatlarında yatan, bəlkə də minillərlə yaşı olan bir mirasın, o arxaik ata-oğul münasibəti modelinin bir növ əks-sədasıdır. Və hipnoz da buna görəmi bu qədər təsirlidir? Çünki o dinamikanı oyadır. Tamamilə. Freyd məhz belə düşünür. Hipnoz vəziyyəti onun fikrincə insanı məhz o arxaik, o ilkin ata-oğul münasibəti vəziyyətinə qaytarır. Hipnozçu o hər şeyə qadir, güclü ata fiqurunu təmsil edir. Hipnoz edilənsə o aslı, çarəsiz, amma eyni zamanda təhlükəsizlik axtaran oğul vəziyyətinə düşür. Bu kütlədəki lider üzv münasibətinin ən təmiz, ən cüzi ikili formasıdır və bu kütlə davranışındakı bəzi çox güclü, hətta qeyri-rasional görünən aspektləri anlamaq üçün bizə bir açar verir. Doğrudan da çox dərin və bəlkə də biraz narahat edici bir analizdir. Gəlin onda yekunlaşdıraq. Bütün bu müzakirələrdən sonra əsas çıxarışımız nədir? Freydin bizə demək istədiyi əsas şey nədir? Kütlələri bir yerdə saxlayan o sement nədir? Bir daha təkrarlayaq. Əsas fikir məncə budur. Kütlələri bir arada saxlayan şey nə soyuq məntiqdir, nə də ortaq maddi maraqlar. Əsasən və ilk növbədə bunlar emosional bağlardır, yəni libidinal bağlar. Və bu bağlar özünü əsasən iki formada göstərir. Birincisi, hər bir fərdin lideri və ya bir ideyanı öz mən idealının yerinə qoyaraq ona güclü, tənqidsiz şəkildə bağlanması. Və ikincisi? Və ikincisi, məhz bu ortaq bağlılığın nəticəsi olaraq üzvlərin bir-birləri ilə eyniləşməsi, yəni identifikasiyası. Sanki hamı eyni güzgüyə, liderə baxır və bir-birində öz əksini görür. Bax, bu iki proses, ideallaşdırma və identifikasiya, birləşərək fərdin tənqidi mühakiməsini zəiflədir və onu kütlənin bir parçasına çevirir. Anladım. Çox sağ olun. Həqiqətən də İnsan davranışının görünməyən, amma çox güclü tərəflərinə işıq tutan bir söhbət oldu. İndi isə ənənəvi olaraq dinləyicilərimiz üçün son bir düşündürücü sual. Freud çox maraqlı bir ideyada irəli sürür. Deyir ki, birbaşa cinsi sevgi. Yəni, iki insan arasındakı o ehtiraslı, o eksklüziv bağlılıq var ha. Bax, o sevgi çox vaxt kütlə bağlılıqlarına, qrup bağlılığına ziddir. Hətta onunla rəqabət aparır. Niyə? Çünki bu cür güclü fərdi sevgi insanları bir-birinə o qədər yaxınlaşdırır ki, onları daha böyük kollektivdən, istər ailə olsun, istər millət, istər sosial qrup, müəyyən mənada uzaqlaşdıra, ayıra bilir. Bəs sizcə, əziz dinləyicilər, bu gərginlik o çox şəxsi, ehtiraslı sevgi ilə aid olduğumuz daha böyük qruplara, ailə, dost çevrəsi, iş kollektivi, hətta vətən, millət olan bağlılıq hissi arasındakı bu potensial toqquşma sizin öz həyatınızda və ya ətrafınızda gördüyünüz insanlarda necə özünü göstərir? Güclü bir romantik sevgi həqiqətən də bəzən digər sosial kollektiv layallıqlarımızı sorğulamağımıza səbəb olurmu? Onlarla ziddiyyət təşkil edirmi? Bax, bu sual üzərində düşünməyə dəyər.